Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əziz qardaşlarım, qısa olaraq xatırlatma istəyirəm qardaşlarıma. Bu da, əziz qardaşlarım, bugün bütün müsəlman qardaşlarımızın, bacılarımızın, xüsusən cavan nəslin ehtiyac duyduğu və üzərində həyatlarını qurması lazım olan bir məsələ haqqında, hansı ki İslamda, İslam dini və şəriəti buna böyük bir önəm verib. Bu da qardaşlarım, bir müsəlmanın Allah Azza və Cəllənin dinində, onun şəriətinə tabi olan, təslim olan və həmçinin şəhadət gətirən hər bir kəsin ədəb üzərində, xeyr üzərində olmasıdır. Çünki Muhammed sallallahu aleyhi və səlləm qardaşlarım, əxlaqın ən gözəlini və ən üstününü tamamlamaq üçün göndərildim deyir. Və həmçinin qiyamət günü mizan tərəzidə ədəb, əxlaq, ən ağır gələn əməllərdən olacaq, çəkiləcək əməl tərəzisində. Allaha ən sevimli olan hallardandır bir müsəlmanın ədəb üzərində olması. Və həmçinin Muhammed sallallahu aleyhi və səlləmin dininə, İslama, müsəlmana özünü nisbət edən hər bir kəsə yaraşan da budur qardaşlarım. Bu üstün olan da müsəlman ədəbin və əxlaqın aşağı olanına razı olmamalıdır. Buna razı olmamalıdır. İbn-i Qayyim rahiməhullah qardaşlarım deyirdi ki, kişinin ədəbi onun xoşbəxtçiliyinin və uğurunun ünvanıdır. Kişinin ədəbi onun ünvanıdır. Yəni, bir kəsin ünvanını, kim olmasını bilmək istəyirsənsə, soruşulur. Yəni, bir kəsin yaşadığı yeri, evinin ünvanı var. Bir kəsin, qardaşlarım, nicat tapmasının ünvanı, xoşbəxtçiliyinin ünvanı onun ədəbidir. Ədəbinin azlığı isə, İbn-i Qayyim rahiməhullah deyir, onun bədbaxt olmasının, xoşbəxtçilikdən kənar durmasının ünvanıdır, qardaşlar. Şəttənə beynəhumə. Bu ikisi arasında böyük bir fərq var. Xoşbəxtçilik və uğurun ünvanı olmaqla, hansı ki insanların da qayıdışı sənə ola bilər, sənə tərəf gələ bilər. İstəyər ki, hamı, övladı, filan kəs kim olsun, ədəbində və əxlaqında. Qardaşlarım, sonra şeyx buyurur ki, dünya və axirət xeyirlərini ədəb kimi özünə cəlb edib gətirən bir şey yoxdur. Sanki özünə çəkiciliyi var, bütün xeyirləri gətirir. Və həmçinin şərləri də, qardaşlarım, ədəbin az olması, ədəbsizlik qədər özünə cəlb edən yoxdur. Hər ikisi cəlb edəndir. Lakin müsəlman baxmalıdır nəyin üzərində? İlk öncə həmçinin, qardaşlarım, xüsusən ailə başçıları buna diqqət eləməlidir. Özündə, ailəsində, ədəbində. Vallahi, alimlər deyirdilər ki, sən evdə kimsənsə, xəlvətdə kimsənsə, sən cəmiyyətdə də olsan. Lakin bəzən örtük olaraq geyinib insanların arasına çıxa bilərsən. Amma bu örtük ən çox utanılası halda və yerdə, aləmlərin, Rəbbinin gördüyü bir halda səndə olmalıdır. Onun üçün Abdullah ibn Mübarək rahiməhullah qardaşlarım deyirdi ki, kim ədəbdə səhlənkarlıq edərsə, ədəbə qarşı səhlənkarlıq edərsə, sünnələrdən məhrum olar. İnsanı subhanallah ədəbində və davranışında ədəbsizlik onu sünnədən məhrum etməyə aparır. Bilirsənmi, Allahın bu haldakı sünnət Allah nədir, yolu nədir? Nə üçün insan sünnələrdən kənar gedir? Çünki sünnə əhli ədəbsiz, tərbiyəsiz, əxlaqsızdır deyilməsin. İlk məhrum olduğun səndən alınan ədəbin pisi ilə, rəzili ilə sünnələr olacaq. Sonra isə, qardaşlarım, sünnələrdə səhlənkarlıq səndən ikinci hirmanı, məhrumiyyəti alacaq. Artıq səndə fərzlərdə məhrumiyyəti alır. Subhanallah. İnsan düşünür ki, yəni bu davranış qaydaları nədir ki?
Amma baxanda düşünürsən alimlərin sözlərini, ədəb və əxlaq üzərində necə yaşayıblar? Sünnədən məhrumiyyət, sonra isə fərzlərdən. Kim fərzlərdə, qardaşlarım, məhrum olarsa fərzlərdən, o bütün xeyirlərdən məhrum olar. Artıq bütün xeyirlərdən məhrum olacaq, qardaşlarım. Onun üçün bir insan elmə yönəldiyi zaman ədəbi ilə, əxlaqı ilə yönəlməlidir. Hədisin də, fiqhin də öyrəndiyi zaman, xüsusən kim ki elm əhlidir, kim ki elmə gedir, kim ki məclislərdə oturur, ədəbdə səhlənkarlıq etməməlidir. Çünki qardaşlarım, sonra bu sanki Allah və Rasuluna qarşı insanı yalana aparacaq. Ədəbsiz biri əgər elm daşıyırsa, insanlara elm öyrədirsə, ona sənə bunu kitab və sünnə mi öyrətdi deyə müraciət olunacaq. Yəni, oradan mı öyrəndin? Hansı alimdən bu elmi aldın ki, sən belə davranırsan? Vallahi deyirəm, vallahi qardaşlar, Muhammed sallallahu aleyhi və səlləmin həyatına baxıldığı zaman insanın həyatı istər ailəsində, istər sahabə və dostları ilə, istər yeməyində və içməyində, hər bir şeyində əxlaqdır, subhanallah. Sahabə onu vəsf etdiyi zaman, dediyi zaman kənə xulquhul Qur'an deyirdi. Əxlaqı Quranla yaşamaq idi. Quranla yaşamaq idi və eyni şəkildə öyrədirdi. Dostları ilə, sahabələri ilə, cəmiyyətdə, insanlar arasında və həmçinin onun tələbələri də bunu gözəl bir şəkildə öyrənirdi. Muhammed sallallahu aleyhi və səlləmin, qardaşlarım, sünnəsi böyük bir şəkildə gözəl ədəbə və əxlaqa dəlalət edərək gəlmişdir. Sünnədə, qardaşım, ədəbin, əxlaqın, xeyrin açarı olmağa gəlmişdir. Və həmçinin bunun xoşbəxtçiliyin, nicatın, qurtuluşun yolu olmağa gəlmişdir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, pislik hansı şeydə olarsa, onu çirkin edər. Ədəbdən kənarlıq, vallahi. Hətta bunu insan ailəsində belə görür. Uşaqlarla davranışında görür. Uşağa, məsələn, pis deyərsən, söyərsən, sonra söyüş-söyən olar, o da sənin kimi. Gözəl söz deyib söyləyərsən. Gözəl danışan biri olar, o da qardaşlarım. Və həmçinin Allah Rasulü buyurur ki, həya neydə olarsa, onu gözəlləşdirər. Həya neydə olarsa, onu gözəlləşdirər, qardaşlarım. Onun üçün, qardaşlarım, bəzən alimlər ədəb almaq üçün elm aldıqları kimi səfərə çıxardılar. Bəzən alimlərin dərslərində oturmaqla onların ədəbindən faydalanardılar. Onun üçün, xüsusən cavan qardaşlarıma öz davranışlarında, müraciətlərində ataları, anaları ilə, dostları ilə, çöldə və küçədə gözəl şəkildə ədəb üzərində davranmaqlarını tövsiyə edirəm. Xüsusən məscidə gedənlərə, xüsusən özlərindən böyüklərə müraciət edəndə, atası yaşında, saçı, saqqalı İslamda ağarmış bir qardaşımızdır. Bəli, qardaşım, biz müraciət etdiyimiz zaman bir-birimizə qardaş olaraq, əxi deyirik. Amma yaşda az olan birinin, yaşlı bir əmisinə, babasına, əxi deyərək çağırması, bu doğru müraciət deyil. Necə ki, sən buradan bir kənarda yaşlı bir adama əmi deyirsən, dayı deyirsən, müraciət o şəkildə olmalıdır. Bu ədəbdən kənardır. Bu əxlaqın özündə daşımadığı bir yükdür. Xüsusən, qardaşlarım, insan qardaşlar məsciddə, məscidin ədəblərini qorumalıdır. Ədəbli olmaq insanın, necə ki, qeyd eləmişdik, boynunu bükərək sakit durması demək deyil. Ədəbli olmaq bir çox insanın həyatında, hər bir anında onunla bərabər olan bir haldır. İnsan yaşadığı cəmiyyətdə, istər tək olsun, fərq eləməz. İstər cəmiyyətdə olsun, istər dostları ilə olsun, istər məsciddə olsun, istər miniyində olsun. Fərq etməz, olduğu yerdə ən üstün bir şəkildə ədəbini qorumağa çalışacaq. Və bu da müsəlmanın simasıdır, qardaşım. Müsəlman deyildiyi zaman
hansı ki Allah Rasulunun dönəmində olan o müsəlman var idi, ədəb, əxlaq, davranış və bütün ən üstün əxlaqın və ədəbin gözəl davranışları hansı ki üzərində var idi. Və bu gün sən özünə sual verməlisən ki, müsəlman deyildiyi zaman müsəlman adının ki izzəti var, özündə daşıdığı böyük yükü var, barmaq uzadılacaq birisənmi? Müsəlman deyildiyi zaman özündə bu adın yığdığı, cəm etdiyi əzəmət, izzət, fəxr, şərafət, ədəb və əxlaq sənə barmaq olaraq uzadılıb göstəriləcək, o müsəlman sənsənmi? Onun üçün, qardaşlarım, tövsiyə edirəm ki, hər birimizə gözəl əxlaq və ədəb üzərində olaq. Və bu barədə geniş və çox danışmaq olar, çox uzatmaq olar. Lakin qısa olaraq istədim ki, qardaşlarımı bu barədə tövsiyə edim. Allah bizi eşidib faydalanlardan etsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.